Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Habibi kulubina, tebibi nufusina, şefi'i zunubina bil qasimil Mustafa Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və hörmətli mömin qardaşlar, hörmətli ruhani qardaşlar və hörmətli İran İslam Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri Doktor Ədib və onların həmrahlarını və siz məzun möminləri və özümü ilahi təqvaya dəvət edirəm. Allaha and verirəm, Allah inşallah bizi dünya və axirətdə həqiqi təqva sahiblərindən qərar versin. Allah Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhən-nas inna xalaqnakum min zəkerin və unsa və cəalnakum şuuban və qəbailə lita'arafu inna əkrəməkum indallah ətqakum. Allah buyurur, biz sizi bir qadın və bir kişidən xəlq elədik, yaratdıq, sonra sizi qəbilələrə və tayfalara böldük və bir-birinizi tanıyasınız deyə sizi millətlərə ayırdıq. Amma arxasında mütəal Allah bir söz deyir. İnnə əkrəməkum indallah ətqakum. Allah yanında ən əziziniz, ən təqvalı olanınızdır. Allah inşallah bizi dünya və axirətdə müttəqilərlə bir yerdə qərar versin inşallah. Və eyni zamanda bugün mübahilə günüdür. Mübahilə günü İslam aləmində, İslam tarixində ən böyük və ən əzəmətli günlərdən biridir ki, Nəcran xristiyanlarından Rəsulullahın bəhsi olur və axırda Peyğəmbər salvatullah buyurur ki, gəlin bir-birimizə qarğış eləyək. Kim yalancıdır, Allah onlara lənət eləsin. Onlar qarğışdan əl götürürlər və təslim olurlar. Və bu günü də İslam aləmində böyük bir əzəmətli gündür. O gündə sizə əziz qardaşlara təbrik deyirəm. İnşallah birinci xütbəmizdə vilayətin və imamətin nə qədərəm əhəmiyyətli bir məsələ olmağından istəyirəm əziz qardaşlara. Əimmə əleyhimussalamın hədislərindən bir neçə hədis oxuyam. İmam Sadiq aleyhissalam buyurur ki, Umiran-nas bima'rifetina və raddu ileyna və təslimi lana. İmam Sadiq aleyhissalam buyurur, insanlara belə əmr olunub ki, bizə tərəf gələlər, bizə təslim olalar və bizə qaydalar. Bu 6-cı imamın, İmam Sadiq ağanın sözüdür. Sonra imam buyurur ki, və insamu, əgər oruç tutalar, və sallu, namaz qıralar, və şəhidu ən la ilahə illallah, və cəalu fi ənfusihim, və la ilahə illallah deyələr, ən la yaruddu ileyna kanu bizalikə müşrikin. Əgər bizə tərəf gəlməyələr, bizim vilayətimizi qəbul eləməyələr, onların imanlarında şirk var. Yəni vilayət və imamət İslam dininin əsasıdır. Yəni namaz qılmaq, oruç tutmaq furuuddindəndir. Amma İmamət və vilayət üsul-i-dindəndir, dinin əsaslarındandır. İmam Sadiq ağa buyurur, likulli şeyin əsasun və əsasul-İslam hubbuna əhləl-beyt. Hər bir şeyin əsası var, bir növrəsi var.
İmam Sadiq ağa buyurur, İslamın da əsası və bünövrəsi biz əhl-i beyti sevməkdir, əhl-i beytə məvəddət və məhəbbət göstərməkdir. Başqa bir hədisdə Əbu Həmzə-i Sumalidən də hədis. Qalə lənə Ali ibn-ül Hüseyin Zeynül Abidin aleyhissalam. İmam Zeynül Abidin aleyhissalam belə buyurdu. Əyyul buqa əfzəlu fəqultullahu və rasuluhu a'lamu fəqal. Soruşdum ki, yer kürəsində ən mübarək məkan, ən mübarək yer haradır? İmam Zeynül Abidindən soruşdum. Dedi, Allah və Rəsulu və onun imamı Əhl-i Beyt bilər ən hörmətli yer haradır. Sonra bu innə əfzələl buqa ma beynə rüknü vəl məqam. Kəbənin bir yeri var, ona rüknü məqam deyirlər. İmam buyurdu, ən Allahın fəzilətli yeri oradır. Və buyurdu ki, وَلَوْ أَنَّ رَجُلًا عَمَّرَ مَا عَمَّرَ نُوحٍ فِي قَوْمِهِ أَلْفَ سَنَةٍ إِلَّا 50 عَامًا. Əgər Allah Teala bir nəfərədir Həzrəti Nuhun ömrünü verə ki 950 il ömr elədi və ya deyilə 1950 il ömr elədi. يَسُومُ النَّهَارِ وَيَقُومُ اللَّيْلِ فِي ذَلِكَ الْمَوْزِعِ. Deyir, əgər deyir, həmən ömürlə deyir, Kəbənin qırağında gecələri ibadət eləyə və günüzləri oruç tuta, Əlqallahu bi qeyri vilayətinə ləm yənfə'hu şey'an. Dedi, əgər bizim vilayətimizi və imamətimizi qəbul eləməsə, İmam Zeynül Abidin ağa buyurdu ki, onun Kəbənin qırağında ən hörmətli yerdə Nuhun ömrü boyunca elədiyi ibadətin ona heç bir faydası olmaz. Yəni, o qədrən mühüm və əsasdır vilayət və imamət məsələsi. Və bugün də imamət qeybdədir İmam-ı Zaman əleyhissalam. Həmən vəliyi fəqih və vilayət məktəbi dünyaya sübut elədi ki, bir dənə Peyğəmbərdən sonra haqqa tərəf aparan yol var, o da Əhl-i Beytin yolu, imamətin yolu və vilayətin yoludur. Bütün dünya sübut elədi. Allah Qur'an-ı Kərimdə buyurur, Haqqun aleynə nəsrul müminin. Müminlərə kömək eləmək, Allah buyurur, əslən bizim boynumuzun haqqıdır. Elhamdülillah, bugün gördük ki, İran İslam Respublikasının ali, uca məqamlı və bütün dünya məzlumlarının rəhbəri Ayətullah Lüzmə Seyyid Əli Xameneyi Həzrətləri bütün dünya sübut elədi ki, bir dənə haqq yol var, bir dənə Əhl-i Beytin yolu var və Allahı aparan həqiqi yol odur. O ki, əfsanə yaratmışdılar, nağıllar yaratmışdılar, Siyonizm rejimi bu cürədir, toxunulmazdır, onların bu su var, o su var. O əfsanələri və nağılları bütün dünyada məhv elədi vilayət-i fəqih hökuməti. Ona görə bu qədərən mühümdür, qardaşlar. İnsan əqidəsində gələk möhkəm ola. O ki, İmam Zaman əleyhissalam buyurur, bu sifətə hakim olan, sahib olan müştehidlərə müraciət eləməyiniz vacibdir. Və bugün haqla batilin müharibəsidir. Necə ki, məqam müəzzəm rəhbəri buyururdu həmişə sözlərində, deyirdi, Yahudilərlə, İsraillə, Siyonizmlə Fələstinin, Qəzzənin müharibəsi iki millətin müharibəsi deyil, haqla batilin müharibəsidir, küfrlə imanın müharibəsidir. Və bugün dünyaya sübut olundu ki, küfrlə imanın mübarizəsidir. Ona görə hər bir azadlıq sevər və müsəlman və vicdanı oyaq insanlar dinindən, hətta tohiddən ayrı olan insanlar bugün görürsən ki, ağanın şəklini, ağanın, rəhbərin
sözlərini dünyanın hər bir nöqtəsində paylaşırlar. Quranda Allah Teala buyurur ki, Qulillahumma malikəl mulk. Deyir, ey mülkün həqiqi sahibi, tu'til mulkə mimmən təşə, hər kimə istəsə mülk verər, və tunzi'ul mulkə mimmən təşə, və hər kimə istəsə mülkü alar, tu'izzu mən təşə və tuzillu mən təşə, hər kəsi istəsə Allah izzətləndirər, hər kəs istəsə zəll elər, və biyədikəl xeyr, bütün xeyirlər Allahın əlindədir. Elhamdülillah, bugün hər yerdəki vilayətə və imamətə bağlı olan, bu xəttə bağlı olan insanlar var, başı uca, üzləri də ağdır. Dünyada heç bir ölkənin görə bilmədiyi işi bugün imamın 79'da qurduğu bir inqilabın rəhbəri və dünya müsəlmanlarının, dünya məzlumlarının rəhbəri Ayətullah Uzma Seyyid Əli Xameneyi bütün dünya müsəlmanlarının və dünya məzlumlarının başını uca elədi. Həmd olsun aləmlərin Rəbbinə bu neymətə görə. Həmd olsun Allah bizi bu xəttə qərar verib, Allah bizi bu neymətlə neymətləndirib, Əhl-i Beytin məhəbbətinlə, vilayətin məhəbbətinlə Allah bizə bu neyməti əta edib. Quran-ı Kərimdə ki ayə var, يَوْمَ اِذٍ تُسْأَلُنَّ عَنِ النَّعِيمِ, qiyamət günü bütün neymətlərdən soruşulacaqsınız. Əbu Hənifə İmam Sadiq əleyhissalam yanına gəlmişdi. Dedi, eşitmişəm bu hədisi, bu ayəni bu cürə təfsir edirsən, əl-məlbəs, əl-mə'kəl, əl-məşrəb. Allah qiyamət günü bizim paltarımızdan, yeməyimizdən, içməyimizdən soruşacaq. İmamma dedi, bəli, belə təfsir eləmişəm Əbu Hənifə. İmam dedi, yox, bu düz təfsir deyil. Əgər bir nəfər sənin evinə gələ, ona libas verəsən, yemək verəsən, su verəsən, onu onun üzünə vurarsanmı? Dedi, xeyr, bu insana yaraşmaz. Dedi, sən bə özünə yaraşdırmadın, necə Allaha nisbət verirsən ki, Allah qiyamət günü bizim maddi neymətlərdən soruşacaq. Dedi, bə orada neymətdən məqsəd nədir? İmam Sadiq əleyhissalam buyurdu, hubbuna əhləl beyt. Biz Əhl-i Beytin məhəbbəti və məvəddəti, ən böyük neymət. Ona görə imamət və vilayət İslamın ən önəmli rəhbərlik məsələsi, ən önəmli məsələlərdəndir. Cümə namazındakı bir ayədə var, o Cümə surəsindəki Allah Teala buyurur, وَإِذَا رَأَوْ تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَ وَتَرَكُوكَ قَائِمًا. Deyir, onlar ki, deyir, gördülər, deyir, dünya malını, səni qiyam halında tərk elədilər. Demir namazı, məscidi, ibadəti. Dedi, ilahi rəhbəri tərk eləmək, itaəti vacib olan rəhbəri tərk eləmək, ibadət tərk eləməkdən pis günahdır və böyük günahdır. Allah ona görə Quranda buyurur ki, və tərəkukə qaimən. Ya Peyğəmbər, səni qiyam halında tərk elədilər, qaçdılar. Bugün dünyaya sübut olundu ki, İslam ümmətinin bir dənə ağıllı rəhbərə ehtiyacı var. Xanım Fatimə-i Zəhra salamullahi əleyhə buyurur, vilayətuna nizamul ümmə. Bizim vilayətimiz bir ümmətin nizamlı şəkildə olmağıdır. Əgər bir məmləkətin, bir ümmətin ağıllı bir rəhbəri olsa, o rəhbər eləyə bilər, o ümməti intizamda saxlasın. Allah inşallah bizi dünya və axirətdə Əhl-i Beytin vilayətinə, imamətinə və onlardan sonra bizə vacib olan müştehidlərin, mərcəiyyətin, xüsusən bütün dünya müsəlmanlarının ümid yeri olan Ayətullah Uzma Seyyid Əli Xameneyi Həzrətlərinin sözünə qulaq asanlardan bizləri qərar versin inşallah. Allah inşallah müsəlman ümmətini öz düşmənlərinə qalib eləsin inşallah. Müqavimət cəbhəsində vuruşanları Allah sabit qədəm eləsin inşallah. Allah öz köməyini, qeybi köməyini, necə ki Uhudda, Bədirdə və la təqtuluhum innallaha qətələhum və ma rəməytə iz rəməytə və lakinnallaha rəma. Bu ayələr ki Bədirdə gəlmişdi, Allah Peyğəmbərə deyir, sən öldürmədin, Allah öldürdü, sən atmadın, Allah attı. O qeybi köməkləri Allah, 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 o qeybi köməkləri
müqavimət cəbhəsinə öz lütfündən kəramət eləsin inşallah. Allah Həzrət Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin zuhurunu təcil eləsin və bizi o Həzrətin zuhuruna əhl eləsin inşallah. Allah inşallah bizi həqiqi mənada vilayət xəttinə az da olsa xidmət eləyənlərdən qərar versin inşallah. Allah inşallah aqibətimizi xətmi bir xeyr eləsin və İmam-ı Zamanın zuhurunla məzlumları sevindirsin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nasrullahi vəl-fəth və rəəytən nəsə yədxulunə fi dinillahi əfvəcə fəsəbbih bihamdi rabbikə və istəğfirhu innəhu kânə təvvəbə. Sadaqallahul aliyyul azim və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina bil qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala vesiyyihi ve veliyyihi ve halifetihi Mevlana ve Mevla'l muvahhidin Emirel Mu'minin Ali ibn Abi Talib. وعلى حبيبته أم الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيد شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وحماة المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا إن تنصروا الله ينصركم ويثبت أقدامكم. Ey iman gətirənlər, əgər Allaha, Allahın dininə yardım etsəniz, o da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər. İyun ayının 13'üne keçən gecə işğalçı Siyonist İsrail rejiminin hərbi hava qüvvələrinin təyyarələri bütün beynəlxalq hüquq normalarını pozaraq İran İslam Respublikasının hava məkanına təcavüz etdi. İran daxilində fəaliyyət göstərən xain Mossad casuslarının da iştirakı ilə baş tutan bu hücum nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi ilə daxil olmaqla yüksək rütbəli hərbi komandirlər və onların bəzi ailə üzvləri, onlarla sivil əhali, 10 nəfərdən artıq atom fizikası üzrə alimlər şəhid edildilər. Bundan əlavə, İranın müxtəlif bölgələrindəki hərbi strateji obyektlərə, müəssisələrə də xəsarətlər yetişdi. Təbii ki, bu xain və gözlənilməz hərbi təcavüzün cavabı çox keçmədi. İranın və bütün dünya müsəlmanlarının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamneyinin göstərişi ilə işğal olunmuş Fələstin torpaqlarındakı qəsbkar rejimin hərbi kəşfiyyat və strateji obyektlərinə dəqiq raket zərbələri indirildi. Tel Aviv, Hayfa kimi böyük şəhərlərə yüzlərlə balastik, hipersonik raketlər, insansız hava aparatları ilə hücumlar nəticəsində yüzlərlə bina, hərbi baza və hava limanları darmadağın edildi. Sözsüz ki, Siyonist rejiminin bu cinayətkar həmlələrinin arxasında başda Amerika Birləşmiş Ştatları və digər qərb imperialist dövlətlərinin hərbi maliyyə, siyasi dəstəyi dayanmışdı. Bu hücumlardan əvvəl ABŞ prezidenti cinayətkar Donald Trump və administrasiyası uranın zənginləşdirməsinə nəzarət adı altında İranın siyasi diplomatik rəhbərliyinin vaxtı uzatmaq və Siyonist rejimin gizli hazırladığı hücumları pərdələmək üçün onları hiləgər danışıqlar masasına əyləşdirdi. Ali dini rəhbərin İran siyasi nümayəndələrinə bu danışıqların faydasız, hiləgər oyun olduğunu bildirməsinə baxmayaraq, təəssüflər olsun ki, onlar danışıq masasına əyləşdilər.
sonraki günlərdə cərəyan edən hadisələr bir daha böyük rəhbərin uzaq görənliyini və bəsirət sahibi olduğunu, ABŞ ilə danışıqların faydasız vaxt itkisi olduğunu isbat elədi. ABŞ prezidenti Donald Trump son çıxışlarında ali dini rəhbərin şəxsi təhlükəsizliyində boşluqlara işarə edərək o cənabın amanda olmadığını gizli təhdid dili ilə bildirdi. Təbii ki, ölümü rahat yataqda deyil, şəhadətlə qəbul etməyə üstünlük verən kamil və mərd insanlar üçün bu cılız təhdidlərin heç bir təsiri yoxdur. Bugün ali məqamlı rəhbər Seyyid Əli Xameneyi təkcə müsəlman ümmətinin deyil, bütün dünya məzlumlarının böyük imperialist güclər qarşısında mətin dayanmış lideri, onların azadlıq səsidir. İslam dünyasının nüfuzlu şia müştehidi Ayətullah Seyyid Əli Sistani imperialist dövlətlərinə İran rəhbərliyini hədəf almaq barədə xəbərdarlıq edib və İran-İsrail müharibəsinin bütün regionu xaosa sürükləyə biləcəyini vurğulayıb. Biz İranın yüksək səviyyəli dini və siyasi liderlərini hədəfə alacaq hər hansı təhlükəyə qarşı xəbərdarlıq edirik. Bu cür cinayətkar addımın atılması bütün regiondakı vəziyyət üçün çox ağır nəticələri olacaq. Biz beynəlxalq aktorları və dünya ölkələrini, xüsusən də İslam ölkələrini bu ədalətsiz müharibəni dayandırmaq üçün əllərindən gələni etməyə çağırırıq. Biz Gürcüstan müsəlmanları olaraq və xüsusilə də Seyyid Əli Xameneyi Həzrətlərinin müqəddillikləri olaraq başda Fələstində qəsbkar Siyonist rejiminin törətdiyi böyük cinayətləri dayandırmasını tələb edirik. Həmçinin beynəlxalq təşkilatları və müsəlman dövlətlərinin İsrail rejiminin İran İslam Respublikasına etdiyi hərbi təcavüzün qarşısını almağa və beynəlxalq insan haqlarının məhkəməsində qatil Netanyahu hökumətini layiqli cəzasına çatmağa çağırırıq. Xüsusilə Həzrət Ayətullah Xameneyinin və digər böyük şəxsiyyətlərin fiziki terror ilə təhdid edilməsi qəbul edilməzdir. Çünki belə bir cinayətin baş verməsi regionda və dünyada sabitliyin pozulmasına və idarə olunmaz xaosa gətirib çıxarda bilər. Müsəlman ölkələrinin parakəndəliyindən cürət tapan işğalçı Siyonist rejiminin və hamilərinin məsuliyyətsiz və sərsəm çıxışlarını qətiyyətlə rədd edir və zalim imperialist gücləri lənətləyirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yelid və lam yulad və lam yekun lahu kufuwan ahad. Vəssalamu aleykum ve rahmetullahi ve berekatuh. Bismillahirrahmanirrahim. Ara'ayta keyfe faala rabbuke bi ashabil fil, alam yec'al keydahum fi tezlil ve arsala aleyhim teyren ababil, termihim bi hicaretin min siccil, fec'alahum ka asfin ma'kul. Vesselamu aleykum ve rahmetullahi ve berekatuh.